Hər kəsə salam. Bildiyimiz kimi bu günlərim kitabxanaçıların işə qəbul imtahanı keçirildi. İlk növbədə hazırlaşdığım tələbələri, YouTube-da məni izləyənləri, ümumiyyətlə bu gün imtahanda iştirak edib yaxşı nəticə əldə edən hər kəsi təbrik edirəm. Uğurlarınız bol olsun. İnşallah işə qəbul xəbərinizi eşidərəm. Keçə bilməyənlər üzülməsinlər, son deyil. Yaddan çıxarmayın, hər şərdə bir xeyir var. Bəlkə də sizin üçün beləsi xeyirliymiş. Daha fərqli yerlərdə işləyə bilərsiniz. Başqa bir iş sizin üçün daha xeyirli ola bilər. Ona görə üzülməyin. Çox sevinirəm. Həqiqətən də çox sevinirəm. İnan, eynən siz necə sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki müəllimin sevinəcəyi hal nədir? Təbii ki, hazırlaşdırdığı tələbələr həm yaxşı, istər iş imtahanından yaxşı nəticə əldə eləsin, istər abituriyent və s. Ona görə də çox sevinirəm, sizin qədər sevinirəm. Həm öz əziyyətiniz itmədi, həm mənim əziyyətim itmədi və yeni-yeni uğurlar arzu eləyirəm sizə. Gələk bugünkü videomun əsas məğzi, əsas mövzusu düşən suallarla bağlı olacaq. Bildiyimiz kimi imtahan həm səhər, həm günorta növbəsi olubdur. Tamamilə fərqli suallar olubdur. Düzdür, bugünkü videoda bütün sualları detallı şəkildə məlumat verməyəcəm. Çünki onun üçün ayrıca bir müzakirəli video çəkib yerləşdirəcəm. Ona görə YouTube izləməyə davam edin. Yeni videolardan xəbərdar olun. Qısa formada sadəcə məlumat vermək istəyirəm ki, yaxşı oxuyan, mütəmmədi olaraq bütün mövzulara baxan və test işləyən iştirakçı ən azı 40 baldan yuxarı yığmalı idi. Təbii ki, hər imtahanda olduğu kimi bu imtahanda da asan, orta və çətin belə deyək də tipdə suallar düşmüşdü ki, bütün imtahanlarda onsuz da bu formada olur. Təbii ki, asan da var idi, çətin də var imiş, orta da var imiş, istər ixtisasdan, istər məntiqdən, istər informatikadan olsun. Belə deyək də, ixtisasdan ən azı 15 sual yazmalıydınız. Təbii ki, ixtisası mövzuların hamısını oxuyan şəxslər, yəni 5 dənəsi ola bilər ki, çətin olsun, amma 15-ni mütləq şəkildə yazmaq lazım idi. Çünki o qədər də çətin deyildi. Baxın, onlayn dərslərdə biz dəfələrlə analitik biblioqrafik təsvir haqqında danışmışıq. Uçot kitabının ikinci hissəsi nədən ibarətdir, bunun haqqında danışmışıq. Kitabxananın vəzifəsi, oxucuların vəzifəsi, UOT-un şöbəsi haqqında həm mən video çəkmişdim, YouTube-a yerləşdirmişdim, həm onlayn dərsdə məlumatlar vermişdik. Təhsilin forması, təhsil alma formasıdır. Biri səhər növbəsinə düşüb, biri günorta növbəsinə düşüb. Əlavə indeks nədir? Əlavə kartikada təsvir nəyi əks etdirir? Bunların hamısı haqqında biz həm test işləmişik, həm də sual-cavabda bunlar haqqında məlumat vermişdik. Sonra kitabxana işi haqqında qanuna düşübdür. Biz orada bilirik ki, maddədə qeyd olunmuşdur ki, kitabxanalar digər arxivlərlə, idarələrlə, müəssisələrlə əlaqə yaradır. Bu əlaqələrdə birgə fəaliyyət və müqavilələr əsasında həyata keçirilir. Baxın, bu tipdə demək olar ki, düzdür, biraz məntiqi formada cavablar salınıbmış, amma oxuyan üçün o qədər də çətin olmayacaq idi. Coğrafi kataloq nədir? Toplu kataloq haqqında hansı fikirlər səhvdir? Bunların hamısını keçmişdi və yaxud da ki, hansı kataloqun növü deyil. Biz dəfələrlə kataloq növləri haqqında danışmışıq. Mən bunun haqqında da video çəkib yerləşdirmişdim videoda. Orada vurğulu kataloqun adını çəkməmişəm mən. Deməli, səhv cavab vurğulu kataloq olacaq. Amma sistemlidir, əlifbadır, xidmətdir, oxucudur, predmet kataloqudur, coğrafi kataloqdur, nömrəlidir, topludur, topoqrafikdir. Bunların hamısı kataloqların baş kataloqdur, hamısı xidmət kataloqudur. Yəni, bunların hamısı kataloqun növü və vurğulu kataloq deyilən bir kataloq yoxdur ki, cavab təbii ki, o çıxacaqdı. Sonra, yəni, bu kimi tipli suallar düşübdür ixtisasdan. Dediyim kimi, depositər fond nədir? Bunu dəfələrlə sual-cavab eləmişdik biz. Yəni, məlumat vermişdim mən, həm də testlərə salmışdıq. Və yaxud da ki, kitabxana fondunun növləri hansılardır? Bunu dəfələrlə demişdik. Universal sahəvi, çox sahəli, ixtisaslaşdırılmış və s. Sonra biblioqraf təsvirin bölgü işarələri, durğu işarələri, təsvirin özündən sual düşmüş. Yəni, belə deyim də, təbii ki, hazırlaşan, oxuyan üçün keçid balını keçmək asan olacaqdı. Sonra informatikadan da elə çox çətin düşməyibdir. Ola bilər 1, 2 və yaxud da ki, 3 sual çətin formada düşsün, amma ən azı bir 6-7 sualı rahat yazacaqdınız. Baxın, xassələri, növləri, prosesləri dəfələrlə sual-cavab eləmişik. Ona görə o sual çox asan tipli sual idi. Save as F12 uyğun sual, belə bir formada sual düşüb. Əmlak sistemləri hansılardır? Dəfələrlə bunun haqqında məlumat vermişik. Excel-dən, PowerPoint-dən suallar düşüb. Düzdür, mən YouTube-a sadəcə Word haqqında çəkib çatdırıb videonu paylaşa bilmişdim.
Amma onlayn dərsimizdə praktiki formada da həm PowerPoint haqqında olan hissələri dərs kimi keçmişdik, həm Excel-dən olan hissələri dərs kimi keçmişdik. Sonra deməli Excel-dən cədvəl formasında suallar düşüb. İndi dediyim kimi onlar haqqında detallı şəkildə mən video çəkib hazırlayacağım. Hər bir sual və açıqlaması ilə, yəni mənaları, hansı cavablar doğrudur. Sonra PowerPoint-də biz bilirik ki, Word-də, Excel-də, elə PowerPoint-in özündə də Ctrl-P-ni vuran kimi biz aparacaq print hissəsinə. Amma bir PowerPoint-da fərqli funksiyası var ki, Ctrl-P-nin. Biz artıq nümayiş elətdiririksə hazırladığımız slaydı, o zaman Ctrl-P-ni vurduğumuz zaman, yəni Ctrl-P-ni sıxdığımız zaman hər ikisini eyni anda artıq qələmi aktiv edəcək. Yəni bu kimi suallar düşmüşdü. Sonra slayd, bax bunu da onlayn dərsdə qeyd eləmişdim ki, bir F5 idi, bir var Shift F5 idi. Əgər biz sadəcə F5 düyməsini vurırıqsa, PowerPoint-də, yəni F5 düyməsinə sıxırıqsa, klikləyiriksə, artıq birinci slayddan başlayaraq nümayiş olacaq. Yox, amma cari slayddan nümayiş elətdirmək istəyirəmsə, o zaman Shift F5 düyməsini artıq mən klikləməliyəm, yəni sıxmalıyam. Yəni bax bu kimi suallar düşüb informatikadan da o qədər çətin deyildi. Dediyim kimi uzağa 1-2 səhviniz çıxa bilərdi çətin sual tipində. Biraz çətin demək ona da sadəcə olaraq vaxt 1 saat yarım verilib də bəlkə 2 saat ya 2 saat yarım verilsəydi rahat formada düşünərək, həm çünki məntiq də var, məntiq də düşündürücüdür. Həm informatikadan da bir 4-5 saat düşündürücü düşübdür. Ona görə biraz saat çox olsaydı, inanıram ki 10 sualın hamısında düzgün yazmaq olardı. İstər informatikadan, istər məntiqdən, amma biraz düşündürücü olduğu üçün, vaxt da yetmədiyi üçün və həyəcan təbii ki başa düşmək olar. Ona görə 1-2 səhv belə deyək də, hə, ola bilərdi, qəbul edilə bilərdi. Amma ən azı 8 sual informatikadan, 6-7 sual məntiqdən yazıla bilərdi. Məntiqdən belə deyim, məsələlər də düşübmüş. Təbii ki, riyaziyyatı güclü olanlar, riyaziyyatı yaxşı bilənlər o məsələləri də həll edib 10 sualı da yazacaqdılar. Amma artıq riyaziyyatı zəif olanlar təbii ki, ən azı 5-6 məntiqi düzgün yazmalı.